İndi başlayaq həndəsənin əsas anlayışlarına. Birincisi danışaq əsas anlayışlardan. Görək əsas anlayışlar hansılardır? Əsas anlayışlar nöqtə, düzxət və müstəvidir. Nöqtə, düzxət və müstəvidir. Ümumiyyətlə uşaqları ən çox, cavablarında səhvlik elədiyi yer buradır. Hansı ki əsas anlayışlarını soruşduğum zaman söhbət həndəsənin əsas anlayışlarından getdiyi üçün parçadan, şuadan, bucaqdan və sairədən danışırlar. Ancaq unutmaq lazım deyil ki, nöqtə, düz xətt və müstəvi ən vacib anlayışlar da həndəsənin əsas anlayışlarıdır. Əsas anlayışlara və mən keçən dərs vurğuladım ki, heç bir əsas anlayışa tərif verilmir. Yəni ilkin anlayışların heç birinə tərif verilmir. Nöqtə, düz xətt, müstəvi də ilkin anlayışlardan olduğu üçün tərif verilmir. Biz ancaq onu qarşı tərəfə izah eləyə bilərik. Nöqtə fiqurları adlandırmaq üçün istifadə olunan simvollardır. Latin əlifbasının böyük hərfinə işarə olunur. Düz xətt hər iki tərəfə sonsuz uzadılması mümkün olan fiqurdur. Qalınlığı yoxdur, eni yoxdur. Sadəcə sonsuzluğa doğru uzadıla bilən, sağ tərəfdən və sol tərəfdən uzadıla bilən bir fiqurdur. Düz xəttdən bağlı birazdan geniş məlumat verəcəm. Bəs müstəvi nədir? Ümumiyyətlə həndəsə iki yerə bölünür: fəza fiqurları və müstəvi fiqurları. Peki fəza fiqurları haqqında danışmıram. Müstəvi fiqurları düz hamar səth müstəvidir və həmin düz hamar səthin üstünə göstərilə biləcək fiqurlar müstəvi fiqurlardır. Dörd bucaqlar, üç bucaqlılar, bucaqlar və yaxud da çevrə və sair kimi anlayışların hər biri müstəvi fiqurlarına aid edilir. İndi isə daha geniş düz xəttlə bağlı danışmaq istəyirəm. Düz xətt hər iki tərəfə sonsuz uzadıla bilən fiqurdur. Adlandıran zaman əgər iki hərfdən adlandırırsa, Latin əlifbasının böyük hərfləri ilə adlandırılır. Əgər adlandıran zaman yalnızca bir hərfini adlandırmaq istəyiriksə, Latin əlifbasının kiçik hərfinə adlandırılır və A nöqtəsinin istiqamətini də sonsuz uzatmaq mümkündür. B nöqtəsinin istiqamətini də sonsuzluğa doğru uzatmaq mümkündür. Yəni A nöqtəsinin daşıdığı vəzifə də sonsuzluğa doğru uzanmaqdır. B nöqtəsinin daşıdığı vəzifə də sonsuzluğa doğru uzanmaqdır. Elə buna görə də biz AB düz xəttini B-ya düz xətti kimi oxuya bilərik. Çünki nöqtələrin daşıdığı vəzifələr tamamilə eynidir. A-nı da sonsuzluğa uzatmaq olur, B-ni də. B-ni də sonsuzluğa uzatmaq olur, A-nı da. Ona görə AB düz xəttini B-ya düz xətti kimi oxumaq mümkündür. Bundan əlavə olaraq deməli, parçada, şuada və sair bucaqlarda danışdığım zaman da yenidən düz xətt anlayışına geri qayıdacağıq. Əsas bilmək lazımdır ki, bu hissədə düz xətt sağa və sol tərəfə sonsuz uzadıla bilən fiqurdur. AB düz xəttin B-ya düz xətti kimi oxuya bilərik. İndi isə keçid alaq parça ilə bağlı danışmağa. Deməli, parça nədir? Düz xətt üzərində hər hansı iki nöqtə qeyd edirəm və həmin iki nöqtə arasında qalan bu hissəmiz parça adlandırılır. Yəni parça hər iki tərəfdən məhdud olan düz xətt hissəsinə parça deyilir. Parça sol tərəfdən də, sağ tərəfdən də məhduddur. Yəni həm sol, həm də sağ tərəfə parçanı uzatmaq mümkün deyil. Həmin hissələr A və B nöqtələri kimi, yəni Latin əlifbasının böyük hərfləri ilə adlandırılır. A nöqtəsinin daşıdığı vəzifə ilə B nöqtəsinin daşıdığı vəzifələr eyni olduğundan AB parçasını B-ya parçası kimi oxumaq mümkündür. Çünki heç bir fərq yaramır. Hər ikisi də eyni parçadan söhbət getmiş olur. Parçaya keçid etdiksə, mütləq şəkildə parçanın bəzi düsturları ilə tanış olmalıyıq. Birinci düsturumuz, əgər düz xəttin üzərində n sayda nöqtə varsa, nə qədər parça var? Düz xəttin üzərində əgər n sayda nöqtə varsa, parçaların sayını tapmaq üçün n vurulsun, n çıxılsın 1, bölünsün 2 düsturu vasitəsilə hesablanır. Misal üçün, bizə deyə bilər ki, düz xəttin üzərində A, B, C və D nöqtələri qeyd olunmuşdur. Mənə deyir ki, neçə dənə parça yaranar? 1, 2, 3, 4 dənə nöqtə qeyd olunub. Deməli, n-in qiyməti 4-ə bərabərdir. Düsturu yerinə qoyuram. 4 vurulsun, 4 çıxılsın 1, bölünsün 2. Cavabımız eləyir 6. Deməli, həmin düz xəttin üzərində 6 dənə parça yaranmış olar. İkinci vacib düsturumuz nədir? Hər hansısa bir AB parçası çəkirəmsə,
və həmin AB parçası üzərində ixtiyari bir C nöqtəsi qeyd edirəmsə, C ixtiyari nöqtədir, yəni qətiyyən parçanı yarıya bölmür. C parçasının orta nöqtəsi ilə, yəni bu hissə ilə bu hissə bərabərdir. BC parçasının orta nöqtəsi arasındakı məsafəni istəsə, yəni bu hissə ilə bu hissə bərabərdir. Əgər bizdən bu iki nöqtə arasındakı məsafəni istəsə, onda həmin məsafə bütöv parçanın uzunluğunun yarısına bərabərdir. Misal üçün, AB parçasının uzunluğu 30-dur. C nöqtəsinin ixtiyari hissəyə bölünübsə, 30-u bölürük sadəcə 2-yə. Həmin bu nöqtələr yarı bölən nöqtələrdir. Bu çəkdiyim nöqtələr yarı bölən nöqtələrdir. Keçdik üçüncüyə. Deməli, üçüncü düsturumuz odur ki, hər hansısa bir AB parçası çəkirəm. AB parçası üzərində ixtiyari C və D nöqtələri qeyd edirəm. Kənarda qalan parçaların, yəni AC parçasının orta nöqtəsi ilə BD parçasının orta nöqtəsi arasındakı məsafəni istəsə, yəni bu kiçik hissələr uyğun olaraq bir-birlərinə bərabərdir. Əgər məndən bu hissənin uzunluğunu istəsə, onda həmin x məsafəsi AB parçasının uzunluğundan CD parçasının uzunluğunu çıxıb 2-yə bölmək lazımdır. İnşa davam eləyək şua ilə. Başlıq qeyd edirəm şua. Bəs şua nədir? Şua başlanğıcı olub, sonu olmayan düz xətt hissəsinə şua deyilir. Şuanın bir başqa adı yarım düz xəttdir. Bəzi misallarda şuanın adını şua kimi yox, yarım düz xətt kimi ifadə edirlər. Yarım düz xətt demək elə şua deməkdir. Şuanın başlanğıcı var, ancaq sonu yoxdur. Biz həmişə şuanı öyrənəndə bu qayda ilə öyrəndiyimiz üçün, yəni şəkillər həmişə bizə bu formada çəkildiyi üçün, biz hər zaman, daha doğrusu şua ilə tanış olmuş uşaqlar, hər zaman elə bilirlər ki, şua deyəndə elə başlanğıcı olub istiqaməti olmayan və yalnızca bu formada çəkilən bir şəkildir. Nəzərinizə çatdırmaq istəyirəm ki, şuanı adlandıran zaman AB şuası şəklində adlandırıram. A başlanğıcı,
B isə istiqaməti bildirən nöqtə olduğundan AB şüasını mən heç vaxt BA şüası kimi oxuya bilmərəm. AB şüası demək şəkildə göstərdiyimdir. BA şüası demək isə başlanğıcı B, istiqaməti isə A nöqtəsini göstərən şüa deməkdir. Və şüanı sadəcə şəkildə ifadə etdiyim kimi çəkmək olmaz. Başlanğıcı olub sonu olmayan, ixtiyari istiqamətə bütün hissə bir dəqiqə bunu düzəldim. Deməli, başlanğıcı olub sonu olmayan bütün istiqamətlərə gedə bilən düz xətt hissəsi şüa adlandırılır. Deməli, şüa başlanğıcı var və sonu yoxdur. Harda başlanğıcı olub sonu olmayan düz xətt hissəsi görsək, belə ifadələr, belə düz xəttlər şüa adlandırılacaqdır. Deməli, şüada AB şüasını BA şüası kimi oxumaq mümkün olmadı. Çünki A-nın daşıdığı vəzifə ilə B-nin daşıdığı vəzifə eyni deyil. İndi gəlin qeyd edək şüa ilə bağlı bəzi düsturlar. Deməli, birincisi, düz xətt çəkirəm və düz xətt üzərində ixtiyari bir dənə nöqtə qeyd edirəm və həmin nöqtədən neçə dənə şüanın yarandığı bizə lazımdır. Bax, həmin nöqtədən, bu nöqtədən 2 dənə şüa yaranır. Başlanğıcı olub sonu olmayan bu qırmızı rəngdə göstərdiyim şüa, kursorun rəngini dəyişirəm. Başlanğıcı olub sonu olmayan yaşıl rəngdə işarə etdiyim şüa. Deməli, mən əgər düz xətt üzərində bir dənə nöqtə qeyd etsəm, həmin bir dənə nöqtədən 2 dənə şüa yaranır. Deməli, əgər düz xəttin üzərində n dənə nöqtə varsa, həmin n dənə nöqtədən neçə dənə şüa yarandığını istəyirsə, 2n qədər şüa yaranır. İzahını da verdik ki, nə üçün belədir. Amma mən eyni şəkli şüa üçün çəksəm, hər hansısa bir şüa çəkirəm, şüa üzərində hər hansısa bir nöqtə götürürəm və həmin nöqtədən neçə dənə şüa yarandığını tapmaq istəyirəm. Həmin bu nöqtədən çıxan bir dənə şüamız budur. Bax, bu bir dənə nöqtədən yaranan bir şüamız yaşlı rəngli işarə etdiyimdir. Ancaq mən həmin nöqtədən geri qayıdıb, həmin bu nöqtədən sol tərəf istiqamətlənsəm şüa yaranmaz. Çünki çəkdiyim şüanın özünün başlanğıc nöqtəsi ilə mənim qeyd etdiyim nöqtə arasında vahid hər iki tərəfdən məhdudlanmış vahid bir parça yaranır. Deməli, həmin nöqtədən, hansı ki bu nöqtə qeyd etmişdim, həmin o bir dənə nöqtədən ancaq bir dənə şüa çəkmək mümkündür. Deməli, əgər şüa üzərində bir dənə nöqtə qeyd olunarsa, həmin bir dənə nöqtədən yalnız bir dənə şüa yarandı. Deməli, şüanın üzərində n sayda nöqtə varsa, elə də nə qədər nöqtə varsa, o qədər də şüa yaranacaq. Deməli, düz xəttin üzərində n sayda nöqtə varsa 2n qədər, şüanın üzərində n sayda nöqtə varsa, n qədər şüa yaranır. Bundan əlavə bir də tamamlayıcı düz xətlər var. Tamamlayıcı düz xət nədir? Başlanğıcını eyni nöqtədən götürmüş 2 şüa tamamlayıcı düz xət adlandırılır və ya başlanğıcını eyni nöqtədən götürmüş 2 yarım düz xət tamamlayıcı düz xət adlandırılır. Bax, bir dənə nöqtə götürürəm, sağ tərəfə bir şüa çəkirəm, sol tərəfə bir şüa çəkirəm. 2 dənə şüamız var. Birinci şüamız və ikinci şüamız. Hər iki şüa başlanğıcını eyni nöqtədən götürübdür. Onda bu iki şüa birlikdə adlandırılır tamamlayıcı düz xət. Və bucaqlar tamamlayıcı düz xəttin köməkliyi ilə yaranır. Düz xət. Beləliklə şüa anlayışından da bitdik. İndi isə keçid alaq bucaqlara. İndi isə başladıq bucaqlara. Başlıq qeyd edək, bucaqlar. Birincisi sadədən başlayaq, iti bucaqdan. İti bucaq 90 dərəcədən kiçik, 0 dərəcədən böyük olan bucaqdır. 0 dərəcədən böyük, 90 dərəcədən kiçik olan bütün bucaqlar iti bucaq adlandırılır. Hər hansısa bir nümunə qeyd etsəm, misal üçün 28 dərəcə iti bucaqdır. İkinci bucağımız düz bucaq. Düz bucaq 90 dərəcəyə bərabər olan bucaq düz bucaqdır. Alfa bərabərdir 90 dərəcəyə. Düz bucaq 90 dərəcəyə bərabərdir və kənarda göstərirəm qaralama kimidir.
göstərməkdir məqsədim. Düz bucağı göstərəndə işarəsini. Düz bucaq kiçik belə bir işarə ilə göstərilir. Bax, bu işarəni harda görsək, bunun mənası 90 dərəcə deməkdir. Bəzən bucağın 90 dərəcə olduğunu yazmır. Sadəcə bu işarəni qoyur və biz bu işarədən bilməliyik ki, verilən bucaq 90 dərəcəyə bərabərdir, yəni düz bucaqdır. Üçüncü, kör bucaq. Kör bucaq 90 dərəcədən böyük, 180 dərəcədən isə kiçik olan bucaqdır. Hər hansısa bir nümunə yazsam, misal üçün 102 dərəcə. Sonra dördüncü, açıq bucaq. Açıq bucaq 180 dərəcəyə bərabər olan bucaqdır. Və açıq bucağı göstərən zaman, yenə kənarda göstərirəm, açıq bucağı göstərəndə işarəsi bu formadadır. Bax, bu işarəni harda görsək, mənası 180 dərəcə, yəni açıq bucaq deməkdir. Beşinci, tam bucaq. Tam bucağın isə dərəcə ölçüsü 360 dərəcəyə bərabərdir. Tam bucağın isə işarəsi bucağın baş tərəfindən bu formada belə bir kiçik çeviri çəkilir. Bu isə tam bucağın işarəsidir və oxlarla göstərirəm. Düz bucaq kənarda göstərdiyim formada, açıq bucaq bu formada, tam bucaq isə bu formada göstərilməlidir. İndi isə baxaq, tamamlayıcı bucaq nədir? İndi isə baxaq, tamamlayıcı bucaq nədir? Tamamlayıcı bucaq dedikdə, bucağı 90 dərəcəyə tamamlaya bilən bucaqlar tamamlayıcı bucaqlar adlandırılır. Deməli, bizim əlimizdə olan hər hansısa bir bucağı 90 dərəcəyə tamamlamalıyıq ki, dərəcə ölçüsü 90 dərəcə olsun. Deməli, onun üçün nə edirik? Qarşısına hər birini nümunələr yazmışam və qarşısına belə bir xətt çəkirəm. Həmin nümunələrlə davam edirəm. İti bucaq dərəcə ölçüsü 90 dərəcədən kiçikdir. Nümunə kimi 28 dərəcə vermişəm. Mən 28 dərəcənin üzərinə müəyyən bir bucaq əlavə etsəm, onda cəm 90 dərəcəyə bərabər olar. Deməli, həmin bu 28 dərəcənin tamamlayıcı bucağı 62 dərəcəymiş. 28-in üstünə 62 gəldi, 90 dərəcələdir. Yəni, biz iti bucağı tamamlayıcı bucaq kimi göstərə bildik. Düz bucağın dərəcə ölçüsü 90 dərəcəyə bərabərdir. Yəni, dərəcə ölçüsü 90 dərəcə olan bir anlayışı tamamlayıcı bucaq kimi göstərmək üçün üzərinə hər hansı bir bucaq gəlmək mümkün deyil. Deməli, düz bucağın tamamlayıcı bucağını tapmaq mümkün olmadı. Kör bucaq nümunə kimi yazmışam 102. Mən 102 dərəcənin üzərinə elə bir bucaq yoxdur ki, gəlim, cavab 90 dərəcə alınsın. Belə bir bucaq yoxdur. Deməli, kör bucağı da tamamlayıcı bucaq kimi göstərmək mümkün olmadı. Açıq bucağın dərəcə ölçüsü 180-dir. Üzərinə elə bir bucaq yoxdur ki, gəlim, cavab 90 dərəcə alınsın. Deməli, kör bucağın da tamamlayıcısını tapmaq mümkün olmadı. Eyni şəkildə tam bucaqdır. Əstəğfurullah, açıq bucağın da tamamlayıcısını tapmaq mümkün olmadı. İndi isə baxdıq tam bucaq. Tam bucaq 360 dərəcədir. Üzərinə hər hansı bir bucaq yoxdur ki, gəlim, cavab 90 dərəcə alınsın. Deməli, tam bucağın da tamamlayıcısını tapmaq mümkün olmadı. Tamamlayıcı bucaq 90 dərəcəyə tamamlana bilən bucaqdır. Nə düz bucağı 90 dərəcəyə tamamlamaq olmadı, nə kör bucağı, nə açıq bucağı, nə də tam bucağı. Ancaq və ancaq iti bucağı 90 dərəcəyə tamamlamaq oldu. Deməli, qayda əslində beləymiş. İti bucağı 90 dərəcəyə tamamlaya bilən bucağa tamamlayıcı bucaq deyilir. Tamamlayıcı bucağı əgər mən şəkil formasının ifadəsi olsam, 28 dərəcəli hər hansısa bir bucağa, tutaq ki, bu bucağımız 28 dərəcədir. 62 dərəcəlik bucaq əlavə etdikdə, gedib 62 dərəcəni kənarda çəkib göstərmirəm ki, hə, bu 62 dərəcədir, bu iki bucağın da cəmi 90 dərəcəyə bərabərdir ifadəsini qəti şəkildə yazmıram. Tamamlayıcı bucaq digər bucağa bitişik çəkilməlidir. Yəni, mən bu bucağa bitişik şəkildə bir dənə 62 dərəcəlik bucaq göstərirəm və nəticə etibarilə 90 dərəcəlik bucağımız alınır. Bu isə oldu tamamlayıcı bucağımız. İndi isə keçid eləyək qarşılıqlı bucaqlara və qonşu bucaqlara. Başladıq qonşu bucaqlara. Birinci. Saniyə kursor götürək. Deməli, başladıq qonşu bucaqlar. Qonşu bucaqlar nədir? Qonşu bucaqlarda deyilir ki, tərəflərindən biri ortaq, digər tərəfləri isə tamamlayıcı düz xəttdən təşkil olunmuş bucaqlar qonşu bucaqlar adlandırılır. Fikir verək, tərəflərindən biri ortaqdır.
Digər tərəfləri isə tamamlayıcı düz xətt formasındadır. Yəni başlanğıcını eyni nöqtədən götürülmüş iki şüadır. Bucaqları adlandırsam, alfa bucağı və beta bucağı şəklində. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Alfa üstə gəlsin, betanın cəmi 180 dərəcəyə bərabərdir. Bucaqlardan biri iti, digəri isə kör və yaxud da hər ikisi düz bucaq ola bilər. Ancaq bucaqların hər ikisi iti, bucaqların hər ikisi kör formada ola bilməz. Biri iti olmalıdır, biri kör olmalıdır və ya ikisi də düzbucaq şəklində olmalıdır. Bundan əlavə, qonşu bucaqları izah eləyən zaman hər zaman uşaqlara dediyim belə bir doğru bir izah var ki, təsəvvürümüzə gətirək ki, 2 dənə məhəllə evidir və biz bilirik ki, məhəllə evlərini bir-birlərindən ayıran belə bir arada divar var. Həmin bu divarımız var arada və burada ayrı bir dənə evimiz var, bu tərəfdə də ayrı bir dənə ev var. Deməli, qonşu bucaqları elə həmin bu qonşu olan məhəllə evlər kimi düşünək. Hansı ki, mən bu divarı aradan götürsəm, tamamilə düz bir səthin üzərində yerləşər, düz bir səthin üzərində yerləşər, divarı aradan götürsək. Amma bu iki evin bir-birinə qonşu olması üçün mütləq şəkildə arada bir dənə divar mütləq şəkildə olmalıdır ki, bu ev bir-birlərinə qonşu olsun. Deməli, qonşu bucaqlar bir tərəfi ortaq olur, hansı ki, bu düz yer ortaqdır və arada bir dənə divarı mütləq şəkildə olmalıdır. Deməli, tərəflərindən biri ortaq, digər tərəfi isə tamamlayıcı düz xəttdən təşkil olunmuş. Bir saniyə. Aha, tamamlayıcı düz xəttdən təşkil olunmuş bucaqlar qonşu bucaqlardır. Bu izahı verməkdə məqsədim nə idi? İlk dəfə qonşu bucaqlarla tanış olan uşaqlar qonşu bucaqdan qarşılıqlı bucaq anlayışına qatırlar. Ancaq qonşu bucaq deyəndə bir-birlərinə qonşunun iki məhəllə evi xatırlasaq, onda qonşu bucaq anlayışını unutmamış olarıq. İndi isə keçsək qonşu bucaqlarla bağlı bəzi qaydalara. Birinci qaydamız tənböləndir. Ancaq mən tənbölən qaydasını, qonşu bucaqlar üzərində tənbölən qaydasını izah etməmişdən qabaq, gəlin tənbölənin nə olduğuna kiçik bir hissədə baxaq. Bu hissədən ayıraq, tənbölənin nə olduğuna baxaq. Tənbölən nədir? Tənbölən adından da məlum olduğu kimi tən yarı bölən düz xəttimiz tənbölən adlandırılır. Yəni verilən hər hansısa bir bucağı yarıya bölən düz xəttimiz tənböləndir. Yəni bu hissənin dərəcə ölçüsü alfaya bərabərdirsə, bu hissənin də dərəcə ölçüsü alfaya bərabər olmalıdır. Misal üçün, bir dənə iti bucaq çəkirəm, deyirəm iti bucağın dərəcə ölçüsü 60 dərəcədir. Tənbölən onu hansı hissələrə bölür? Tənbölən onu 2 bərabər hissəyə bölər. 30 dərəcəlik və 30 dərəcəlik hissələrə bölər. Bundan əlavə topluda belə bir sual var. İfadələr tam dəqiq qeyd etməyəcəm. Hər hansısa bir sualı, həmin suala bənzədib qeyd edirəm. Belə bir şəkil çəkilir. Deyir ki, tənbölən bu hissəni x çıxılsın 30 və 2x çıxaq 90 dərəcə şəklində 2 dənə bizə bucaq verilibdir. Deyir ki, bucağın ümumi iti bucağın dərəcə ölçüsünü tap desə bizə əgər sualda, tənbölən olduğunu vurğuladığı üçün x çıxılsın 30 ifadəsi ilə 2x çıxılsın 90 dərəcə ifadəsini bir-birlərinə bərabər götürüb sadəcə təyin kimi işləyib x-in qiymətini tapırıq. A-nın qiyməti isə ifadələrdə gətirib yerinə qoyub hesablamaq lazımdır. Mövzu daha çox təyin mövzusu olduğuna, yəni hesablama şəkli təyinin hesablaması olduğuna üzərində çox dayanmıram. Sadəcə tənbölənə aid nümunə göstərmək istədim. İndi isə qayıdıram qonşu bucaqların tənbölən anlayışına görə. Bəs qonşu bucaqların tənbölən anlayışı nədir? Bax, bir dənə qonşu bucaq çəkirəm və həmin qonşu bucağın tənbölənlərini göstərirəm. Birinci bucağımın tənbölənini bu formada çəkirəm. Alfa adlandırmışdım. Deməli, bu hissə olur alfa bölünsün 2, bu hissə də olur alfa bölünsün 2. Digər kör bucağın tənböləni isə yaşıl kursorla göstərmək istəyirəm. Deməli, tənböləni qeyd edirəm. Bucağa beta dediyim üçün buranı qeyd edəcəm beta bölünsün 2, buranı da qeyd edirəm beta bölünsün 2. Deməli, məndən istədiyi odur ki, yaşıl rəngdə çəkdiyim tənbölən bizə lazımdır ki, yaşıl rəngdə çəkdiyim tənbölənlə qırmızı rəngdə çəkdiyim tənbölən arasındakı bucağın neçə dərəcə olmasını tapmalıyam. Aslına qalsa qayda etibarilə bu iki bucaq arasındakı bu iki çəkdiyim düz xətt arasındakı bucaq 90 dərəcəyə bərabərdir. Ancaq gəlin biz onu qayda ilə tətbiq eləyək görək nəyə görə 90 dərəcəyə bərabərdir.
etmişəm ki, alfa üzərinə gəlsin beta bərabərdir 180 dərəcəyə. Mən tapmalıyam alfa bölünsün 2 ilə beta bölünsün 2-nin cəmini. Tapmalıyam alfa bölək 2 ilə beta bölünsün 2-nin cəmini. Yəni bu ifadədə alfanı da 2-yə bölüb, betanı da 2-yə bölübdür. Onda mən yazdığım bu ifadədə alfanı da 2-yə bölürəm, betanı da 2-yə bölürəm. Mən əgər sol tərəfdə yerləşən hədləri 2-yə bölürəmsə, sağ tərəfdə yerləşən həddi də 2-yə bölməliyəm. Deməli, alfa bölək 2 üzərinə gəlsin beta bölək 2-nin cəmi 90 dərəcəyə bərabərdir. Həqiqətən də göstərdik ki, qonşu bucaqların tənbölənləri arasında qalan bucaq 90 dərəcəyə bərabərdir. İndi isə keçid eləyək qarşılıqlı bucaqlara. İndi isə başladıq qarşılıqlı bucaqlara. Bəs gəlin görək qarşılıqlı bucaqlar nədir? Qarşılıqlı bucaqlar birinci başlığını qeyd edək. Qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar tərəfləri tamamlayıcı düz xəttlərdən təşkil olunmuş bucaqlar qarşılıqlı bucaqlardır. İki dənə düz xəttin, tamamlayıcı düz xəttin kəsişməsindən yaranan bucaqlar qarşılıqlı bucaqlardır. Bayaq qonşu bucaqların qaydasını ona görə mənzil izahından, iki dənə məhəlləli ev izahından verdim ki, qarşılıqlı bucaqların qonşu bucaq anlayışını bir-birlərinə qatmayaq. Qarşılıqlı bucaqlar hansı bucaqlardır? Şəkildə göstərək. Bax, bu iki bucaq qarşılıqlı bucaqdır və bir-birlərinə bərabər vəziyyətdədirlər. Və bu iki bucaq qarşılıqlı bucaqdır, bir-birlərinə bərabər vəziyyətdədirlər. Deməli, qarşılıqlı bucaqlar bir-birlərinə bərabərdir. Əgər söhbət bütün qarşılıqlı bucaqların cəmindən getsə, yəni buradan başlasaq, tam kuruq şəklində başladığımız yerə geri qayıtsaq, yəni 2 alfa üzərinə gəlsin 2 beta bərabərdir 360 dərəcəyə. Mən həmişə bu qaydanı izah eləyəndə belə bir haşiyə çıxıram ki, çünki yenə deyirəm, qarşılıqlı bucaq anlayışını ilk dəfə tanış olmuş uşaqlara bu izah vacibdir. Qarşılıqlı bucaqlar bu iki bucaq qarşılıqlıdır və bu iki bucaq bir-birlərinə qarşılıqlı bucaqlardır və bir-birlərinə bərabərdir. Yadımızda saxlayaq ki, qarşı-qarşıya duranlar bir-birlərinə bərabər, ancaq yan-yana duranlar cəmləri 180 dərəcəyə bərabərdir. Bura alfa bucağı desəm, onun qarşısı da alfadır və beta bucağı desəm, onun qarşısı da betaya bərabərdir. Məndən misalda yan-yana duranların cəmini istəsə və ya onunla bağlı hər hansısa bir sual gəlsə, yadımızda saxlayaq ki, yan-yana duranların cəmi həmişə 180 dərəcəyə bərabərdir, çünki qonşu bucaq açıq bucaq yaradıbdır. Bundan əlavə, bir də qonşu bucaqların tənbülən anlayışı var. Gəlin görək, estağfurullah, qarşılıqlı bucaqların tənbülən anlayışı var. Gəlin görək, bəs o nədir? Deməli, qarşılıqlı bucaq çəkirəm. İki qarşılıqlı bucağın tənbölənlərini göstərirəm. Birincisi bunun tənbölənini göstərirəm, ikincisi bunun tənbölənini göstərirəm. Həmin bu tənbölən arasında qalan bucaq açıq-aşkar şəkildə də görünür ki, açıq bucaq yaranıbdır. Deməli, 180 dərəcəyə bərabərdir. Onda belə oldu ki, qonşu bucaqların tənbölənləri arasındakı bucaq 90 dərəcəyə, qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucaq isə 180 dərəcəyə bərabərdir. Bu da oldu bizim qarşılıqlı bucaq anlayışımız. İndi isə başlayaq iki düz xəttin üçüncü düz xətdən kəsişməsindən alınan bucaqlara. Deməli, iki düz xəttin üçüncü bir düz xətdən kəsişməsindən alınan bucaqlar. İki dənə düz xət çəkirəm. Bir-birlərinə paralel vəziyyətdə olan. Elə ki, paralellikdən danışdıq, onda hələ ki bu hissəni saxlayıram. Digər tərəfdə belə bir hissə ayıraq, paralel və perpendikulyar düz xətlərdən danışaq. Deməli, paralel düz xətlər nədir? Heç bir ortaq nöqtəsi olmayan düz xətlər paralel düz xətlər adlandırılır. Misal üçün, A düz xətti ilə B düz xətti sonsuzluğa doğru uzatsam, heç vaxt kəsişməz. Onda belə düz xətlər paralel düz xətlər adlanır. Deməli, A paraleldir, B şəklində yazılır. Yazdığım işarə paralelliyin işarəsidir. Bir də var perpendikulyar düz xətlər. Kəsişdiyi zaman 90 dərəcəlik bucaq yaradarsa, belə düz xətlər perpendikulyar düz xətlər adlandırılır. Misal üçün, A düz xətlə B düz xətti perpendikulyardır və perpendikulyarlığın işarəsi bu formadadır. Deməli, paralel düz xətlərin heç bir ortaq nöqtəsi yoxdur. Perpendikulyar düz xətlər isə kəsişdiyi zaman 90 dərəcəlik bucaq yaradır. Qayıtdıq qaydamıza. Deməli, qaydada deyilir ki, iki düz xəttin, iki paralel düz xəttin, üçüncü düz xətdən kəsişməsindən alınan bucaqlar. Və mütləq şəkildə kənarda qeyd edilməlidir ki, A və B düz xətləri bir-birlərinə paraleldir. Əgər paralel olmazsa, onda mənim hal-hazırda izah etdiyim qaydaların heç bir ödənməz.
Deməli, birincisi gəlin daxili tərəfə baxaq. Daxili tərəfdə bizim 2 tip bucağımız yaranır. Bir daxili çarpaz bucaqlar və yaxud da bu bucaqla bu bucaq daxili çarpazdır və daxili bir tərəfli bucaqlar. Bu bucaqla bu bucaq daxili bir tərəflidir. Bu bucaqla da bu bucaq daxili bir tərəfli bucaqlardır. Deməli, deyir ki, çarpaz bucaqlar bir-birlərinə bərabər olan bucaqlardır. Daxili çarpaz bucaqlar bir-birlərinə bərabərdir. Yəni, eyni işarə qoyduğum bu iki bucaq bir-birlərinə bərabər və eyni işarə qoyduğum bu iki bucaq bir-birlərinə bərabər vəziyyətdədir. Və daxili bir tərəfli bucaqların isə cəmi 180 dərəcədir. Yəni, bu iki bucağın cəmi 180 dərəcədir. Bu iki bucağın da cəmi 180 dərəcəyə bərabərdir. Bundan əlavə bizim bir də xarici çarpaz və xarici bir tərəfli bucaqlarımız var. Xarici çarpaz bucağımızın biri bu, digəri isə bu bucaqdır. Biri bu, digəri isə bu bucaqdır. Bunlar isə xarici çarpaz bucaqlarımızdır. Xarici bir tərəfli bucaqlarımız isə bu bucaqdan bu bucaq xarici bir tərəflidir. Cəmləri yenə 180 dərəcədir. Bu bucaqla da bu bucaq xarici bir tərəflidir və yenə cəmləri 180 dərəcəyə bərabərdir. Bir də bundan ayrı olaraq uyğun bucaqlarımız var. Uyğun bucaqlar isə bir-birlərinə bərabər vəziyyətdədir. Hansı uyğun bucaqlarımız var? Bax, bu bucaqla bu bucaq uyğun bucaqdır. Sonra bu qırmızı rəngdə haşiyələdim bucaqla bu bucaq uyğun bucaqdır və s. Ancaq mən qaydanı bu qədər qarışıq vəziyyətdə yadda saxlamaq biraz çətin olar ilk dəfə bu mövzu ilə tanış olan uşaqlar üçün. Ona görə də mən qaydanı bir növ asanlaşdırmaq istəyirəm və başqa cür izah vermək istəyirəm. Gəlin görək nə cür izah verəcəm. Deməli, 2 dənə paralel düz xətt çəkirəm və bu paralel düz xətti 3-cü bir düz xəttlə kəsişdirirəm. Və yuxarıda qeyd etdim ki, daxili çarpaz, xarici çarpaz, daxili bir tərəfli və xarici bir tərəfli bucaqlarımız və uyğun bucaqlarımız var. Birinci qeyd edirəm ki, hər hansısa bir misalda, şərtində, yəni şəkil olmazsa, sadəcə bizə şərt olan hissəsində bir tərəfli sözü varsa, bilək ki, söhbət cəmi 180 dərəcəyə bərabər olan bucaqlardan gedir. Bir tərəfli sözü əgər olarsa. Bir tərəfli sözü yoxdursa, onda bir-birlərinə bərabər olan bucaqlardan gedir. Sağ tərəfdə yazdığım qayda, əgər misallı şərtində şəkil verilməzsə, o zaman tətbiq edəcəyimiz qaydadır ki, bir tərəfli sözü varsa cəmi 180, bir tərəfli sözü yoxdursa, onda həmin bucaqlar bir-birlərinə bərabər vəziyyətdədir. Bəs bizə şəkil verilərsə, bir tərəfli, uyğun bucaqlar, çarpaz bucaqlar, xarici çarpaz, daxili çarpaz bucaqları necə təyin edək? Onu şəkildə gəlin belə göstərək. Ümumiyyətlə yadınızda saxlayın, mən bunu bütün həndəsəyə aid eləyib deyirəm. Z hərfi formasında əgər bucaqlar yaranarsa, bu formada və yaxud da Z-nın tərsi formasında və yaxud da bu formada və yaxud da bunun tərsi formasında. Yəni bir növ Z-nı istədiyi yerə fırlamaqdan əgər bucaq yaranarsa, həmin bucaqların bax bu Z-nın iti olan tərəfləri həmişə bir-birlərinə bərabər vəziyyətdə alınır. Həmişə. Bunu bütün həndəsəyə aid eləyib deyirəm və bu qayda gələcəkdə dördbucaqlar mövzusunda bizə çox lazım olacaqdır. Deməli, əgər Z formasından bucaq yaranarsa, həmin bucaqlar bir-birlərinə bərabər olar. Gəlin görək hansı bucaqlar bərabər olar. Burada Z formasında bir bucaq yaranıb. Deməli, bu ikisi bir-birlərinə bərabər vəziyyətdəymiş. Bundan əlavə, Z-nın kör bucağa bənzər istiqamətində bir dənə bucaq yaranıb. Deməli, bunlar da bir-birlərinə bərabər vəziyyətdəymişlər. Qırmızı rəngdə qeyd etdiyim bucağın qarşılıqlı bucağı burada yerləşib. Deməli, bunlar bir-birlərinə bərabər imişlər. Qırmızı rəngdə qeyd etdiyim bucağın qarşılıqlı bucağı burada yerləşib. Deməli, bunlar bir-birlərinə bərabər imişlər. Sonra, yaşıl rəngdə qeyd etdiyim bucağın qarşılıqlı bucağı burada yerləşib. Deməli, bir-birlərinə bərabər imişlər. Yaşıl rəngdə qeyd etdiyim bucağın qarşılıqlı bucağı burada yerləşdirilmiş. Deməli, bir-birlərinə bərabər imişlər. Və biz bilirik ki, qonşu bucaqların da cəmi 180 dərəcəyə bərabərdir. Baxın, qırmızı ilə yaşıl ilə qırmızı bucaqlar bir-birlərinə qonşudur. Deməli, bunların cəmi 180 dərəcədir. Deməli, şəklin istənilən yerində harda bir qırmızı, bir yaşıl bucaq görsəm, cəmi 180 dərəcədir. Deməli, mən bu qaydanı belə yekunlaşdırsam, Z formasında olan bucaqlar bir-birlərinə bərabər,
Şəkildə olan bütün itilər bərabərdir. Şəkildə olan bütün korlar bərabərdir və şəklin istənilən bir yerindən götürülmüş. Bir saniyə, bunu söndüm. Deməli, şəklin istənilən yerindən götürülmüş bir iti bucaqla bir kör bucağın cəmi 180 dərəcəyə bərabərdir. Deməli, mənim bayaqdan danışdığım hər şeyin 2 dənə məcmusu var. Bir, bu bayaqlar burada qeyd etdiyim qayda və bu qayda. Və nəzərinizə çatdırım ki, bax bu qayda paralellik yaranmış bütün qaydalara aiddir. Bəzən şəkli 2 dənə düz xətti üçüncüdən kəsdirəcək, bəzən 2 dənə düz xətti 2 dənə düz xəttdən kəsdirəcək, bəzən 2 dənə düz xətti 3 dənə belə düz xəttdən kəsdirəcək və s. Bax, bu haşiyə aldığım bu qayda misalın şərtində A və B düz xəttlərinin bir-birlərinə paralel olma şərtini verdiyi bütün bu formada olan şəkillərin hamısına aid edilir. Bircə dənə bu qayda ilə bu qaydanı əzbərləsək və Z bucağını bilsək, buna aid olan bütün sualların həllini biz tapmış olarıq. Deməli, uyğun tərəfləri paralel və perpendikulyar bucaqlara baxaq. Uyğun tərəfləri paralel olan bucaqlar əgər eyni adlı olarsa, onda bir-birlərinə bərabər olar. Eyni adlı olması, yəni uyğun tərəflər paralel olmaqla yanaşı, həm də ikisi də iti, ikisi də kör olarsa. Yuxarıda qeyd etdiyim uyğun tərəfləri paralel olan eyni adlı bucaqlardır. Aşağıdakı isə ikinci yazdığım bucağı biraz düzəldək. Aşağıda qeyd etdiyim isə uyğun tərəfləri paralel olan eyni adlı kör bucaqlardır. Bu tərəfi ilə sol tərəfi ilə ikinci şəklin sol tərəfi, aşağı tərəfi ilə ikinci şəklin aşağı tərəfi, şəklin sağ tərəfi ilə verilən şəklin sağ tərəfi, aşağı tərəfi ilə aşağı tərəfi bir-birlərinə paralel vəziyyətdədirlər. Paralel düz xəttlər həm ortaq nöqtəsi olmayan düz xəttlərdir, həm də paralel düz xəttlər həmişə bir-birlərinin tam üzərinə düşür. Ona görə də biz şəkildə hal-hazırda onları paralel düz xətt adlandıra bilirik. Bir də əgər paralel düz xəttlərdən uyğun tərəf paralel olan bucaqlardan biri kör bucaq, digəri isə iti bucaq olarsa, onda belə düz xəttlə belə bucaqların cəmi 180 dərəcəyə bərabər olar. Belə bucaqlar 180 dərəcəyə bərabər olar, əgər müxtəlif adlı olarsa. Bir də uyğun tərəfləri perpendikulyar olan bucaqlar var. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar əgər eyni adlı olarsa, onda bir-birlərinə bərabər olar. Deməli, bu tərəfi perpendikulyardır və bu tərəf perpendikulyardır. Hər ikisi iti bucaq olduğundan bir-birlərinə bərabərdir. Əgər biri kör bucaq, digəri isə iti bucaq olarsa və uyğun tərəfləri paralel olarsa, onda bu bucaqların isə cəmi 180 dərəcəyə bərabər olar. Bunlar isə bir-birlərinə bərabərdir. Bundan əlavə hadisə nəsrlaşlarının 7 dənə əlavə düsturu var. İndi isə o düsturları qeyd eləyək, amma o düsturların hər biri isbat tələb edən düsturlar olduğu üçün videonun ardına əlavə etməyəcəm. O sırf isbat mövzusudur. Onu isbat mövzusunun içərisinə əlavə edəcəm. Beləliklə, hadisə nəsrlaşlarından bitdik. Və o isbat tələb edən mövzular da 3-cü, 4-cü qruplar üçün əzbər şəkildə öyrənilməlidir. Hətta 2-ci qruplar üçün də. Ancaq 1-ci qruplar üçün o mövzunun ayrıca bir isbatı veriləcəyi üçün bu mövzunun arxasına aid əlavə eləmirəm. Buna da hadisə nəsrlaşlarından bitdi.